vaxtınız xeyirli olsun. Xəmsə Milli İntellektual oyunu yenidən birinci kanalın efirindədir. Bugün Çempionlar Kuboku yarışında ikinci mərhələnin oyunlarına start verilir və qarşıdakı 5 həftə ərzində ikinci mərhələnin qalibi müəyyən olacaq. İlk olaraq A qrupunun komandaları mübarizəyə qoşulur, komandalarla və onların heyətləri ilə tanışılaq. Şəhriyar komandası Asiman Əliyev, Akşin Səfərov, Samir Həsənov, Fəqan Hüseynov və Ayaz Rəsulov. Gənclər Birliyi komandası Mayis Qurbanov, Xasay Xasayzadə, Rəvan Allahverdiyev, Eltun Cəfərov və Qoxlaz Aydınlı. Şabran komandası Kamran Qasımov, Malik Məmmədli, Elman Məmmədov, Əlibala Dünyamaliyev və Mərdan Qasımov. Artosfera komandası Zümrüd Məmmədli, Nərgiz Sadıqova, Pərvin Rüstəmova, Günay Əsənova və Nərmin Əliyeva. Komandalar zaxillərini aldılar. Şərtlərə əsasən ilkin olaraq bəlli raund keçiriləcək. Bəlli raundda öncədən mövzular təqdim olunur və komandalar öz iştirakçılarını müəyyən edirlər. Bəlli raundun mövzuları belədir. Üsyan və üsyançılar, avto, məni daha gözləmə, musiqili mövzu və tənbəl. Qeyd edək ki, iştirakçılarımızın masalar üzərində gördüyünüz Samsung planşetləri bizə verilişimizin sponsoru Telefon Mağazalar şəbəkəsi tərəfindən təqdim olunub. Artıq 5 illik fəaliyyət göstərən Telefon Bakı və Sumqayıtı demək olar ki, bütövlüyü ilə əhatə edən şəbəkəyə malikdir. Sponsorumuz haqqında ən ətraflı məlumatı ekranda gördüyünüz www.telefon.az internet saytından ala bilərsiniz. Bəlli raundda ilk olaraq üsyan və üsyançılar adlanan mövzu oynanılır və iştirakçılar öz yerlərini tuta bilirlər. Buyurun. Çar Aleksey Mixayloviçin gümüş pulları mislə əvəz etməsi məhz bu üsyana səbəb olmuşdu. Hansı üsyana? Gümüş pulları mislə əvəz etməsi mis üsyanına səbəb olmuşdu. İlk sual cavabsız qaldı. Davam edirik. 200 xal. Orta əsrlərdə geniş yayılmış rəvayətə görə bu qəhrəmanın oxu İsveçrə kantonlarının Avstriya hökmranlığından qurtulması uğrunda üsyana başlaması səbəb olmuşdu. Hansı qəhrəmanın oxu İsveçrə kantonlarının Artosfera? Robin Hood. Cavab səhvdir. Robin Hood deyildi. Bu qəhrəmanın oxu İsveçrə kantonlarının Avstriya hökmranlığından qurtulması uğrunda üsyana başlanmasına səbəb olmuşdu. Wilhelm Tell, məşhur bir əfsanə. Nadjelko Kabrinoviç, Trifko Grabes və bu şəxs qətli törətdikdən sonra özlərinə sui-qəsd etməliydilər və bunun üçün onlara qumbara və tüfənglə yanaşı siyanit turşusunun duzu da verilmişdi. Hansı şəxs? Məşhur bir qətldən söhbət gedir. Kimisə öldürüblər bunlar bir yerdə. Onlar Mlada Bosna təşkilatının üzvləri idi. Kim qaldı yerdə? Kabrinoviç, Grabes və bir nəfər qalıb. Məşhur bir şəxsdir. Frans Ferdinandı öldürmüşdülər. Gənclər Birliyi. Gavrila Prinsip. Gavrila Prinsip, nəhayət ki. Üsyan və üsyançılar 400. 1670-1671-ci illərdə kəndli üsyanına başçılıq etmiş bu Don Kazakı qardaşı da birlikdə əsir Şabran Stepan Razin əsir götürərək edam olunmuşdu. Stepan Razin, düzdür cavab. Şabran komandası suala düzgün cavab verdi və bu komanda hesabı açdı. Gilyomkalın başçılıq etdiyi bu üsyan 1358-ci ildə iki komanda düyməni sıxıb. Artosfera Jakeriya üsyanı. Məğlub olsa da qorxa düşən feodallar mükəlləfiyyətləri artırmağa cürət etməmişdir və kəndlərin şəxsi asılıqdan azad edilməsi sürətlənmişdir. Jakeriya üsyanı düzgün cavabıdır. Buyurun. Bəlli raundda avto mövzusu oynanılır. Gəlin. Mirzə Ələkbər Sabirə inansaq, əcnəbilər o vaxt bunu elədiyi halda biz elə avtomobili minmirdik. Göydə balonlarla gəzir. 3 komanda düyməni çıxıb, ilk olaraq Gənclər Birliyi komandası. Göydə balonlarla gəzir. Seyrə balonlarla çıxırlar, sayılmaq olar. Əcnəbi seyrə balonlarda çıxır, biz elə avtomobil minmirik. O, 1960-cı ildə ilk dəfə kommunar zavodunun konveyerindən çıxıb. Sovet vaxtı isə biz onu çox vaxt sadəcə 4 hərfli sözlə çağırırdıq. Gənclər Birliyi bu dəfədə... Niva cavabı səhv. Şəhriyar. Zapı. Zaporojets. Düzdür cavab. Biz onu 4 hərfli zapı kimi çağırırdıq.
İlk olaraq Kommunar zavodunun konveyerindən çıxıb. Avto mövzusu davam edir. John DeLorean 1980-82-ci illərdə Poladdan 9000 sport kar yaratmışdı. Lakin maliyyəni boş yeri dağıtılması və narkotik qaçalmaqçılığında ittihamlar onun şirkətini iflasa uğratmışdı. Lakin kinosevərlər DeLorean avtomobili məhz bu qismdə yaxşı xatırlayırlar. Hansı qismdə? Şabran? Qara şimşək. Cavab səhvdir. DeLorean avtomobilini kinosevərlər geriyə gələcəyə filmində zaman maşını kimi. Məhz oydu. Geriyə gələcəyə film. Olunca maraqlı bir sual verir. Versiyalardan birinə görə bu şirkətin təsisçisi Jujiro Matsuda onu İran tanrısının şərəfinə adlandırıb. Amma digər tərəfdən Artosfera Mazda. yeni ad təsisçinin soyadını da xatırladırdı. Matsuda Mazda'nı yaratmışdı. Cavab doğrudur. 29 aprel 1899-cu ildə Fransada keçirilən yarışlardan birində Kürən İblis ləqəbli Camille Janatsi dünyada bu sürət həddini avtomobil vasitəsilə aşan ilk insan oldu. Hansı sürət həddini aşmışdı o? Şabran? 100 kilometr. Saatda 100 kilometr sürəti. Düzdür cavab. Buyurun. Bəlli raundda məni daha gözləmə adlanan mövzu oynanılır. İştirakçılar buyursunlar. Gəlin. Bu, elektrik enerjisinin 90% qənaət edir və Windows ilə iş seansını asanlıqla bərpa etməyə imkan verir. Şəhriyar komandası. Gözləmə rejimi. Gözləmə rejimi. Düzdür cavab. Məhz gözləmə rejimi. Bu piyes 20-ci əsrin ən nüfuzlu İngilis dilli dramaturji əsəri sayılır. Mövzunun adını yada salın, bəlkə çıxa bildiniz. 20-ci əsrin ən nüfuzlu İngilis dilli dramaturji əsəri Samuel Beckett'in hansı əsər ola bilər? Qodonu gözləyərkən. Növbəti sual. 300 xal dəyərində olan sual səslənir. Əgər şərq əlbəyaxa döyüşləri ilə məşğul olmusunuzsa, Heisoku Dachi və Musub Dachi'nin nəyin növləri olduğunu başa düşəcəksiniz. Nəyin növləridir? Musub Dachi və Heisoku Dachi. Var. Gözləmə duruşu, gecdə artıq. Gözləmə duruşudular həmin əlbəyaxa döyüş növlərində. Mövzu davam edir. Valideynlərini itirmiş Pip adlı oğlan Charles Dickens'in bu romanının baş qəhrəmanıdır. Pip adlı oğlan Charles Dickens'in komandalar bilmirlər, Böyük Gözləntilər romanının baş qəhrəmanıdır. Və gəldik çatdıq son suala. 1980-ci ildə çəkilmiş Gözlə məni filmi dramaturq İlyas Əfəndiyevin bu piyesinin motivləri əsasında lentə alınmışdı. Gözlə məni filmi 1980-ci ildə İlyas Əfəndiyevin hansı piyesi? Mahnı dağlarda qaldı. Məhz onun əsasında. Buyurun. Bəlli raundda musiqili mövzu oynanılır. İştirakçılar öz yerlərini tuta bilərlər. Buyurun, gəlin. Musiqili mövzu 100. 1918-ci ildə yazılmış Türkün mahnısı şeirinin müəllifi məhz bu şairimizdir. Gənclər Birliyi. Əhməd Cavad. Cavab səhvdir. Türkün mahnısı şeirinin müəllifi. Çox məşhur bir şeirdir və asan bir sualdır. Məhəmməd Hadi. Çox təəssüf. Musiqili mövzu 200. 400-dən çox filmə musiqi bəstələnmiş bu İtalyan bəstəkarı 2007-ci ildə kinematografiya sahəsindəki xidmətlərinə görə Oscar mükafatına layiq görülmüşdü. 2007-ci ildə hansı İtalyan bəstəkar ola bilər? Kinolarda onun musiqilərini bir qayda olaraq işləyir. Məşhur musiqiləri var. İtalyan bəstəkar. Çox məşhur bir bəstəkardır. Oscar mükafatı alıb. 2007-ci ildə kinematografiya sahəsindəki xidmətlərinə görə. Ennio Morricone. Çox təəssüf. Daha bir asan sual. Öz cavabını tapmadı. Beatles qrupunun bu üzvü polis maşınlarının sirenasından ilhamlanaraq Mən Morjan mahnısını yazmışdı. 25% şansınız var. Kim ola bilər? Beatles qrupunun hansı üzvü Mən Morjan mahnısını yazmışdı? Əksinə şansınız daha yüksəkdir. Orada onların hamısı mahnı yazmırdı fikrimcə. John Lennon. İlk cəhətdən düzgün cavaba çıxmaq olardı. Musiqili mövzu 400.
Məhz bu polyak bəstəkar vətənlə vidalaşma Polonezini Reç Pospolitanın dağılmasına həsr etmişdi. Bu polyak bəstəkar kim idi? Vətənlə vidalaşma kimin əsəri idi? O, Mikhail Oginskinin əsəri idi. Ray Charles'ın 1930-cu ildə bacısı üçün yazmış olduğu Georgia in My Mind mahnısı 1979-cu ildən həm də bu rəsmi statusa malikdir. Georgia, fikirləşin, nə ola bilər iki komanda? Şabran. Gürcistan himni. Gürcistan himni. Cavab səhvdir. Digər komanda. Georgia ştatının himni. Georgia ştatının himni. Buyurun. Bəlli round sona yaxınlaşır. Son mövzunun iştirakçılarını gözləyirik. Gəlin. Bəlli roundda son olaraq tənbəl mövzusu oynanılır. İlk sual 100 xal. O, tənbəlləri özünün yaratdığı cəhənnəmin 5-ci dairəsində yerləşdirmişdi. Artosfera. Dante Alighieri. Hansı əsərdə? İlahi Komediya. İlahi Komediyada. Dante, düzdür cavab. O, dünyada ən ləng canlı sayılır. Sutkada 15 saat yatan. İlbiz. İlbiz. Şabran. Morj. Səhvdir. Artosfera. Kirpi. Səhvdir. O, dünyada ən ləng canlı sayılır. Sutkada 15 saat yatan bu canlılar yalnız lazım gəldikdə hərəkət edirlər. Öz adını da məhz bununla əlaqədar alıblar. Azərbaycanca adı var. Bu tənbəl canlının adı ərincəkdir. Ərincək. Lemur. Tənbəl mövzusu davam edir 300 xal. Bu canlı Krılovun təmsilində çalışqan qarışqadan fərqli olaraq tənbəlliyi ifadə edirdi. Şabran. Cırcırama. Cırcırama. Düzdür. 300 xal. Tənbəl mövzusu 400. Bu Hollanda rəssamı Tənbəllər ölkəsi rəsminin müəllifidir. Artosfera. Yarenin Bosx. Deyil. O deyil. Cavab səhvdir. Düzgün cavab mən deyirəm. Peter Bruegel. Böyük. Peter Bruegel. Və gəldi çatdıq mövzunun son sualına. Bu sülalənin son nümayəndələri tarixə tənbəl krallar adı ilə düşmüşdülər. Belə ki, onların hakimiyyətlərində dövləti onlar özləri deyil, mayordomlar idarə edirdilər. Hansı sülalə? Tarixə tənbəl krallar adı ilə düşüb. Merovinglər. Məhz Merovinglər tənbəl krallar adı ilə tarixə düşmüşdür. Buyurun. Round bitin başlayın. Şərtli roundda ağac adlanan mövzu oynanılacaq ilk olaraq və iştirakçılar öz yerlərini tuta bilərlər. Buyurun. İlk suala keçid almazdan öncə xal durumu. Şabran mənfi 300, Gənclər Birliyi mənfi 100, Şəhriyar 400, Artosfera 800 xalla liderdir. 1971-ci ildə çəkilmiş bu qısa metrajlı sənədli elmi kütləvi mənzərə filmi Lənkəran diyarında bitən ən nadir iki komanda. Artosfera ilk olaraq. Yəqin bu dəmir ağacı var. Dəmir ağacı haqqında. Dəmir ağac filmi. Düzdür cavab. 200 xal. Bu ağaca Yapon ədəbiyyatında ilk dəfə bizim eranın 712-ci ilində rast gəlinib. Hansı ağaca? Yapon ədəbiyyatında ilk dəfə bizim eranın 712-ci ilində. Artosfera. Olsun Sakura. Sakura, düzdür. Daha bir özün cavab gəldi. Ağac 600. Bibliyaya görə dünya tufanından sonra göyərçin Nuh'a dimdiyində Artosfera. Zeytun ağacı. Zeytun ağacının budağını gətirmişdir. Düzdür cavab. Azərbaycanda əsasən yaz, payız ayları və ya bayram qabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan bu qədim oyunun əvvəlində 7 ağac qırığı düzəldilib bir daşın üzərinə qoyulur. Ardından püşklə ayrılan oyunçu ağacın yanında dayanır və gözlərini yumur, qalan oyuncular qaçıb gizlənirlər. Oyun adı var. Qədim Azərbaycan, belə deyək, el oyunu. 7 ağac qırığı düzəldilir, daşın üzərinə qoyulur, oyun adı elə 7 ağacdır. 7 ağac. Ağac mövzusundan son sual. Bu yazıcının Sərv boylu Dilbərim povesti Azərbaycan dilinə həmçinin Qırmızı yayıqlı qovağım mənim adı ilə tərcümə olunur. Qırmızı yayıqlı qovağım mənim.
hansı yazıçının əsəridir? Məşhur bir yazıçıdır. Əsər də məhz bu adıyla bizdə məşhurluq qazanıb. Qırmızı yaylılı qovağım mənim Çingiz Aytmatovun əsəri idi. Buyurun. Şərtli raundda südlü mövzu oynanılacaq. Təbii ki, əvvəlcə iştirakçılar öz yerlərini tutmalıdırlar. Buyurun. Əmək qanunvericiliyinə görə işə götürən, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicə və profilaktiki yeməklər, bunu və buna bərabər tutulan Süd və südə bərabər tutulan məbləğ. Məhsulların verilməsini təmin etməlidir. Düzdür cavab, süd məhsulları verilməlidir. Qanunvericiliyə əsasən. Südlü mövzu 400. Qədim Yunan əfsanəsinə görə Herakla süd verən ilahə Geradan tökülən süddə məhz bu ulduzlar sistemi yaranmışdı. Süd yolu qarşı. Süd yolu. Əfsanəyə görə məhz süd yolu yaranmışdı. Südlü mövzu 600. Bu tort ilk dəfə 1920-ci ildə Moskvada Praga restoranında hazırlanıb. Və tortun adı bizim mövzumuzla səsləşir. İki komanda. İlk olaraq Şəhriyar. Südlü tort. Şəhriyar, Sabra. Cavab. Cavab yoxdur. Atmosfera. Bəlkə quş südü tort. Quş südüdür, düzdür. Daha bir düzgün cavab gəldi. Glukoza və galaktozanın molekullarının qalıqlarından ibarət olan bu karbohidrat süd və süd məhsullarının tərkibinə daxildir. Bu dəfə də atmosfera. Laktoza. Laktoza, bravo. 800 sağ. Son sual. Gus Van Sant'in 2008-ci ildə çəkmiş olduğu bioqrafik xarakterli bu filmdə həyatını insan hüquq bərabərliyinə həsr etmiş Amerikalı siyasətçidən danışılır. Həyatını insan hüquq bərabərliyinə həsr etmiş Amerikalı siyasətçidən danışılır. 2008-ci ildə çəkilib. Harvey Milk. Filmin adı beləydi. Buyurun. Mövzu sona çatdı. Şərtli raundda normal mövzu oynanacaq. İştirakçılar öz yerlərini tuta bilərlər. Buyurun tribunaya. Normal mövzu 200. Ayıqlıq həyat normasıdır. Siyasi devizi 1985-ci ildə bu ölkədə keçirilən anti-alkoqol kampaniyasının devizi idi. İki komanda hazırdır. Gənclər bilinir. Rusiya. Rusiya cavabı səhv. Qadam. SSR-də. SSR-də. Düz cavab. Normal mövzu 400. Konstitusiyamıza görə onlar hüquqa və haqq ədalətə, bərabər mənafilərə, bərabər münasibətə əsaslanmalıdırlar. Konstitusiyaya əsasən. Nə ola bilər? Şabran? Hüquq normaları. Normativ hüquqi aktlar. Qəbul etmiyorlar. Normal mövzu 600. 1 litrində həll olunmuş 1 mol maddə olan məhlul belə adlanır. Atmosfera. Normal. Sadəcə normal. Normal məhlul. Normal məhlul. Düzdür. Normal mövzu 800. Vincenzo Bellini'nin bu operasının baş qəhrəmanı sonda Romalı prokonsul Polyon ilə birlikdə özünü oda atır. Bellini'nin məşhur bir operası var. Onun adını soruşuruq sizdən. Və həmin operada Romalı prokonsul Polyon ilə birlikdə baş qəhrəman özünü oda atır. Operanın adı Norma idi. Norma. Son sual mövzudan belədir. Norma adlı futbol klubu Sovet İttifaqı dağılandan sonra bu ölkənin futbol çempionatının ilk çempionu oldu. Hansı ölkədə var idi Norma adlı futbol klubu? Futbolla maraqlanır mı bizim iştirakçılarımız? Norma Estoniyanın klubu. Yadda saxlayın. Buyurun. Şərtli raundda alkoqollu içkilər adlanan mövzu oynanılır və iştirakçılar öz yerlərini tuta bilərlər. Buyurun. Mozolan satirik kino jurnalına daxil olan Evlər Yıxanım Mənim adlı sujetdə bu tənqid olunur. Nə tənqid olunur? Sərxoşluq. Alkoqolizm tənqid olunur, sərxoşluq. Düz cavab. Nə ola bilərdi başqa? Asan bir sual, düzgün cavab gəldi.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bu vəziyyətdə cinayət törətmiş şəxs cinayət məsuliyyətindən 3 komanda hazırdır. Şabran Sərxoş vəziyyətdə. cinayət məsuliyyətindən azad olunmur. Sərxoş halda. Düz cavab. Məhz bu alim 1865-ci ildə spirtlə suyun Şabran ilk olaraq. Mendeleyev. Spirtlə suyun birləşməsi barəsində doktorluq dissertasiyası müdafiə etmişdi. Mendeleyevdən söhbət gedirdi. Mövzunun 4-cü sualı. Mən ölsəm sən bütüşən gül, sürahı eyləmə gülgül, nə gülgül. Gülgülü badə, nə badə, badə-i əhmər misraları, artosfera. Cavab. Cavab. Nəsimi. Səhvli cavab. Şəhriyar. Füzuli. Səhvli cavab. Şabran. Ömər Xəyyam. Bu cavabı səhvli. Gülgülü badə, nə badə, badə-i əhmər misraları İzzətdin Həsənoğluya məxsusdur. Son sual belədir. Diqqətli olun, son sual səslənir. Saginamə poemasının müəllifi məhz bu 14-cü əsr Gənclər biliyib. Nəsimi. Nəsimi deyil. Bu 14-cü əsr şairidir. Saginamə poemasının müəllifi Əssar Təbrizidir. Buyurun. Şərtli raundun son mövzusu itlər adını daşır və biz son iştirakçıları gözləyirik. Buyurun. İtlər adlanan mövzu şərtli raundda son olaraq oynanılır. İlk sual 200 xal. İt məhz bu ölkənin yuxarı səviyyəli domenidir. Artosfera. İtaliya. İtaliyanın düzdür. Davam edirik. Nana adlı dayə it məhz bu böyümək istəməyən qəhrəmanın dostlarından biri idi. Artosfera. Peter Pan. Kimin personajıdır o? Kimin personajıdır? Peter Pan. Gerald. James Barrie'nin personajıdır. Peter Pan cavabı düzdür. Məhz bu personaj böyümək istəmirdi. Tom və Jerry cizgi filmində Tyke adlı Şabran. İt. İt cavabı səhv. Bulldog. Səhvdir. Tom və Jerry cizgi filmində Tyke adlı küçüyün atası məhz bu adı daşıyan Bulldog idi. Bulldogun adı? Mən uşaq deyiləm ki. Komandalar. Bilmirlər. Spike. Bulldogun adı Spike idi. İtlər mövzusu davam edir. 1890-cı ildə Meksika prezidenti öz dövrünün məşhur müğənnisi olmuş Adelina Patti gül dəstəsi içərisində bu miniatür iti iki komanda düyməni sıxıb Gənclər Birliyi Chihuahua. Verildən sonra bu it cinsi Avropada məşhurlaşmışdı. O gül dəstəsinin içində müğənniyə Chihuahua cinsindən olan it vermişdi. Düzdür cavab. Son sual. Kürən itlər hekayəsinin müəllifi məhz bu Nobel mükafatı laureatıdır. Kürən itlər hekayəsinin müəllifi kimdir? Bu hekayənin müəllifi Rudyard Kipling'dir. Buyurun. Oyunun ikinci mərhələsi də artıq geridə qaldı və biz sirli raunda keçid alırıq. Sirli raundun qaydaları belədir. İştirakçılar öz yerlərini tuturlar və ardından mövzunun adını bilirlər. Sirli raundun ilk mövzusuna start veriləcək. Təbii ki, əvvəlcə iştirakçılar öz yerlərini almalıdırlar. Gəlsinlər. Sirli raundun ilk mövzusunun adına keçməzdən əvvəl xal durumunu nəzərdən keçirək. Çox fərqli bir vəziyyət var. Şəhriyar mənfi 1000 xal, Şabran mənfi 700 xal, Gənclər Birliyi mənfi 500 xal, Artosfera 4600 xalla liderdir. Sirli raundda mağara adlanan mövzu oynanılır. Mağara. Paleolit dövrünə aid Zar mağarası iki komanda hazırdır. Düyməni sıxıblar. Şəhriyardan başlayırıq. Azıq mağarası. Azıq mağarası cavabı səhv. Gənclər Birliyi. Kəlbəcər. Zar mağarası məhz Kəlbəcərdə yerləşir. Düzdür cavab. Məhz Kəlbəcərin ərazisində yerləşir Zar mağarası. Mağara 600. Dağ Kralının mağarasında adlı suitanın müəllifi məhz bu Norveçli bəstəkardır. Dağ Kralının mağarasında. Norveçli bəstəkarlardan kimi tanıyırsınız? Belə də bir sual verim sizə.
Edward Grieg'dir. Edward Grieg. Mağara mövzusu davam edir. Ərəb dilindən tərcümədə mağara adamları mənasını verən bu ziyarətgah Naxçıvan şəhərindən təqribən 12 kilometr aralı İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşir bu ziyarətgah. İlandağ ilə Nəhəcir dağı arasında təbii mağarada yerləşir bu ziyarətgah. Onun adı Əshab-ı Kəhfdir. Əshab-ı Kəhf. Çətin olmayan bir sual edir, ancaq düzgün cavab gəlmədi. İndi isə çətin sual gəlir. Bu insan öz adını Fransanın cənub-qərbində yerləşən eyni adlı mağaradan götürüb. Mağara 1868-ci ildə Fransalı paleontoloq Louis Larte tərəfindən kəşf edilib. Bu insan, hansı insan? Cro-Magnon insandan söhbət gedir. Cro-Magnon. Mövzunun son sualını eşidirik. Karl Linné'in konsepsiyasına görə insanın zahiri görünüş, bol tüklülük və inkişaf etməmiş nitq ilə xarakterizə olunan insan alt növü qədim Yunan dilindən mağarada yaşayan kimi tərcümə edilən bu sözlə adlandırılır. Çox belə mürəkkəb bir sualdır. Karl Linné'in konsepsiyasına görə insani zahiri görünüş, bol tüklülük və inkişaf etməmiş nitq ilə xarakterizə olunan insan alt növü mağarada yaşayan kimi tərcümə olunur. Düzgün cavab troglodid. Troglodid. Buyurun. Mövzu sona çatdı. Silround'un ikinci mövzusunun iştirakçılarını gözləyirik. Gəlin. Silround'da ləqəblər adlanan mövzu oynanılır. İlk sual 300 xal. Bu yaxınlarda müəyyən edilmişdir ki, Hugo'nun bu personajının prototipi 19-cu əsrin əvvəlləri Paris yaxınlığında daşyonan işləmiş Qozbel ləqəbli bu şəxs imiş. Gənclər Birliyi? Qvazimoda. Qvazimoda. Düz cavab. Ləqəblər 600. 18 yaşında paltar mağazasında satıcı kimi düzələn bu xanım boş vaxtlarında kabarədə öz sevimli Kokoriko mahnısını oxuyurdu. Artosfera. Bəlkə Coco Chanel. Deyilənə görə bu modeliyə xanım ləqəbi məhz belə yaranır. Coco Chanel. Düz cavab. Bu Rusiyalı Formula 1 pilotunun ləqəbi Vyborg raketidir. Tanımırsınız onu, söhbət Vitali Petrovdan gedirdi. Ləqəblər mövzusu davam edir. 1924-cü ildə yaradılmış bu İsveçrə şirkətinin sahibi Fransız karikaturisti Emmanuel Poiret'in əsərlərinə heyran olmuş və həmin karikaturistin ləqəbini şirkətinin adına vermişdi. Onun ləqəbini öz şirkətinə ad olaraq seçmiş və məşhur bir İsveçrə şirkətidir. Sual təkrar edərsiniz. Bu İsveçrə şirkətinin sahibi Fransız karikaturisti Emmanuel Poiret'in əsərlərinə heyran olub və həmin karikaturistin ləqəbini öz şirkətinə ad olaraq götürüb. Onun ləqəbi bunun şirkətinin adı olub. Düzgün cavab Karandaş. Karandaş şirkətinə söhbət gedirmi? Ləqəblər mövzusundan son sual. 17-ci əsrdə yaşayıb yaratmış bu Azərbaycanlı şair fiziki cəhətdən zəif olduğuna və əylə-əylə gəzdiyinə görə Şabran. Xəstə qalsın. Cavab səhvdir, cavab səhvdir. Əylə-əylə gəzdiyinə görə özünə bu təxəllüsü götürmüşdü. Təsəvvür eləyin, əylə-əylə gəzir. Nə ola, kim ola bilər? Qozbel. Vaxt verdim kifayət qədər, məntiqlə çıxmaq mümkündür. Qozbel. Qövsi Təbrizi. Qövsi Təbrizi, buyurun. Sirli Raundun 3-cü mövzusunun iştirakçılarını gözləyirik. Buyurun, kürsü arxasına. Sirli Raundda 3 yoldaş adlanan mövzu oynayırıq. Graf de la Fer, Duvalen de Bresse de Perfon, René Derblay. Biz onları bu adla tanıyırıq. Gənclər Birliyi. Atos, Portos, Aramis. Atos, Portos, Aramis. Aleksandr Cumanın məşhur qəhrəmanları. Düzdür cavab. Siyavuş Şəfiyev, Novruz Axundov və Siyavuş Aslan bu filmdə yataqxananın eyni otağını paylaşan 3 dostu canlandırmışdılar. Şabran? Ulduz. Deyil, ulduz deyil. Hansı filmdə 3 dost yataqxanada bir yerdə qalırdı? Şəhriyar? Əhməd Arar. Əhməd Ardadır, düzdür. 2010-cu ilin fevralında Yalta konferansının 65 illiyi ilə əlaqədar Krımda
bu üç şəxsə abidə ucaldılması məsələsi özünün uğurlu həllini tapmamışdı. Şabran, Roosevelt, Churchill, Stalin. Roosevelt, Churchill, Stalin. Düzdür. Bu qrupun klassik heyəti Krist Novoselic, Dave Grohl və Kurt Cobain'dən ibarətdir. Nirvana. Nirvana'nın 1200 xal. Düzdür cavab. Və son sual. Avtotəmir emalatxanasının sahibləri Robert Lockham, Otto Kester və Gottfried Lent bu romanın qəhrəmanlarıdır. Məşhur bir romandır. Əskərdə bir yerdə olmuşdular. Əskərdən qayıtdılar və bir yerdə işlədilər. Remarkın əsəridir. Düzgün cavab mövzunun adı ilə səsləşən bir cavab. 3 yoldaş, buyurun. Mövzu sona çatdı. Sirli raundun 4-cü mövzusunun iştirakçıları tribunada öz yerlərini tuta bilərlər. Papaq adlanan mövzunu oynayırıq. 300 xal. 1826-cı ildə qəbul edilmiş fərmana görə Osmanlı İmperiyasında məmur və əskərlər türban əvəzinə məhz bunu geyməli idilər. 1826-cı ildə Osmanlı İmperiyasında qərar qəbul olub ki, əskərlər və məmurlar bu baş geyimini geyməlidirlər. Nə ola bilər? Çalma olar mı? Osmanlı İmperiyasında fəs geyməli idilər. Evlənmək istəyirəm filmində məhz bu gənc papaq ustası varlı tacir Kəmyabın qızına vurulmuşdu. Varlı tacirin qızına vurulmuşdu, onun adı. Personajın adı Şamil idi. Şamil. Papaq mövzusu davam edir. Rusiya Sovet Federativ Sosialist Respublikasının hərbi işlər üzrə Xalq Komissarlığının sifarişi ilə hazırlanmış bu papaq ilk dövrlərdə Bagatirka və Frunzevka adlanmışdı. Sonra da isə digər bir adla məşhurlaşdı. Kepka. Həmin dövrdə məşhur papaqlar var idi, yada salaq. Həmin illəri. Furaşka. Bagatirka və Frunzevka adlanmışdı, ancaq bu ad həmin papağın üzərində qalmamışdı. Biz o papaqları indi Budyonovka adıyla tanıyırıq. Budyonovka. Ən çox yazqabağı günlərdə uşaq və gənclər arasında oynanılan bu qədim oyunda oyunçuların hamısının Şəhriyar komandası Papaq vurdu oyunu. papaq vurdu, Papaq attı. papaq atdı cavabı səhvdir. Atmosfera. Versiya. Papaq oynatdı. Bu cavabı səhvdir. Sualı səslənir. Ən çox yazqabağı günlərdə uşaq və gənclər arasında oynanılan bu qədim oyunda oyunçuların hamısının başında papaq olmaqla çəkilmiş dairənin içərisində dairəvi şəkildə otururlar və əl çala-çala tağ-bataq başında yoxdur papaq oxuyurlar. Yaylıq attı. Bu cavabdır. Düzgün cavabı mən deyirəm. Papaq qapdı adlanırdı. Papaq qapdı. Mortal Kombat oyunlar seriyasında bu samuray iti uclu kəsici papaq olan Şabran. Bruce... Versiya yoxdur. Mən sualı sonra kimi oxuyuram. Mortal Kombat oyunlar seriyasında bu samuray iti uclu kəsici papaq olan Amigasa atmaq qabiliyyətinə malik idi. Hansı personajdan söhbət gedir? Mortal Kombat oyunlar seriyasında belə bir personaj var. Papaq atırdı. Kung Lao. Kung Lao. Buyurun. Sirli raundun son mövzusunun iştirakçıları kürsü arxasında dəvət olunurlar. Gəlin. Sirli raundda son olaraq İngilis adlanan mövzu oynanacaq. İlk sual 300 xal. BBC-nin 2002-ci ilə keçirdiyi 100 Böyük Britaniyalı sorğusunun qalibi bu İngilis siyasətçisi olmuşdu. 100 Böyük Britaniyalı sorğusunun qalibi bu İngilis siyasətçisi olmuşdu. Kim ola bilər? İlk olaraq. Keçmiş. 100 Böyük Britaniyalı sorğusu tarixə ümumi götürülüb. Artosfera. Churchill. Winston Churchill. Hər şey bu qədər sadədir. Müharibə zamanı İngiltərə, Böyük Britaniyanın baş naziri olan Winston Churchill. Fransızlar İngilis kanalını necə adlandırırlar? Artosfera. La Manche adlandırırlar. Daha bir doğru cavab gəldi.
1918-ci ildə Bakıda həlak olmuş İngilis əskərlərinin xatirəsinə Bakının bu hissəsində ucaldılmış abidə Azərbaycanlıların tolerantlıq nümunəsidir. İngilis əskərlərinin xatirəsinə Bakının bu hissəsində, harada onların xatirəsinə abidə var? Həmin abidə Dağüstü Parkdadır. Mövzunun 4-cü sualı. Diqqətli olun. Fransız milyarderi Pascal Savaj'ın Britaniya adasını tutaraq kral olmaq istəyinə bu agent mane olmuşdu. Pascal Savaj'ın Britaniya adasını tutaraq kral olmaq istəyinə John English mane olmuşdu. Və İngilis mövzusu son sual. Philip Michael Odantre bu romana görə Booker mükafatına layiq görülmüşdü. Mövzunun adına fikir verin. Kömək edəcəm sizə. Film də var. Film də var, məşhur bir film də var, eyni adda. Philip Michael Odantre'nin romanı və məşhur bir film də var, eyni adda. Gənclər Birliyi. İngilis. Sadəcə olaraq İngilis cavabı səhv. Cavabı mən deyirəm, İngilis pasiyenti. Buyurun. Oyunun 3-cü mərhələsi də artıq geridə qaldı və biz fərdi raundla keçid alırıq. Qaydalar belədir. Hər komandadan ancaq bir nəfər iştirak edə bilər. Və biz həmin oyuncuları gözləyirik. Buyurun. Buyurun tribunaya. Xal durumu nəzərdən keçirək. Şabran mənfi 4600. Şəhriyar mənfi 1900, Gənclər Birliyi mənfi 1100, Artosfera 6100 xala liderdir. Mövzuların adları, diqqətli olun. Adalar, 3 imperator, 2-ci Dünya Müharibəsi, palindromlar və yalnız 4 hərf. İlk olaraq Şabran komandası imtina edilir. Palindromlar. Palindromlar yoxdur. Şəhriyar komandası. Bir də təkrar eləmək var. Adalar, 3 imperator, 2-ci Dünya Müharibəsi. 3 imperator. Şəhriyar komandası 3 imperator mövzusundan imtina elədi, Gənclər Birliyi. 2-ci Dünya Müharibəsi. Bu mövzu artıq yoxdur. Qalıb adalar və yalnız 4 hərf. 4 hərf oynayaq. Beləliklə, komandaların seçiminə əsasən fərdi raundda yalnız 4 hərf adlanan mövzu oynanacaq. Bu müasir Asiya ölkəsinin ərazisində yaradılmış ilk dövlət orta əsrlərdə Lan Sang Hom Kao adlanmışdı. Gənclər Birliyi. Laos. Laos, düzdür. Davam edirik. İsraili təmsil edən Dana International məhz bu mahnı ilə 1998-ci ildə Avroviziya yarışmasının qalibi olmuşdu. Dana International məşhur bir mahnıdır. Hansı mahnı ilə Avroviziyanın qalibi olub 98-ci ildə? Dana International Diva mahnısıyla qalib adını qazanmışdı. Davam edirik, növbəti sual 1200 xal. Abbasqulu Bakıxanovun Gürcistan İran əsərində qeyd edilir ki, Nadir Şah 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında məhz bu şəhərin əsasını qoydu. Şabran? Ağsun. Ağsunun əsasını qoydu. 1600 xallıq sual gəlir. Məhz bu xəlifə 634-644-cü illərdə Ərəb xilafətinə başçılıq etmişdi. Gənclər Birliyi ilk olaraq düyməni sıxıb. 644. Ömər. Ömər, düzdür. 1600 xal. Və son sual belədir. Keçmiş sosialist bloku ölkələrində xeyli populyar olan bu avtomobil markası Rusiyanın Avtovaz şirkət tərəfindən Şəhriyar, Niva. Niva cavab səhvdir. Şabran, Lada. Lada Avtovaz şirkət tərəfindən istehsal edilir. Düzdür cavab. Buyurun. Mövzu sual çatdı. Oyunun 4-cü mərhələsi fərdi raundda yekunlaşdı. Durumu nəzərdən keçirək. Şəhriyar mənfi 3900 xal. Şabran mənfi 1400, Gənclər Birliyi 900 və Artosfera 6100 xal. Bu o deməkdir ki, oyunun 5-ci mərhələsi xəmsə raundun oynanılmasına ehtiyac yoxdur. Qalib artıq məlumdur. Finala ilk vəsiqənin sahibi Artosfera komandası. Təbrik edirik.
Sizinlə hörmətli tamaşaçılar düz bir həftədən sonra B qrupunun oyununda yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.